Salamlar uşaqlar. Bugün danışırıq İskəndərnamə poemamızdan. Bu Nizaminin İskəndərnamə poeması, bilirsiniz ki, təzəlikcə orijinaldan əlavələr olundu əsərə. Ona görə biraz qarışıqlıq yaranıb. Əvvəl dərslik versiyasında daha aydın idi, hamımız əzbərləmişdik, amma indi biraz çaşqınlıq yaradır bizdə bu əsər. İskəndərnamə poeması ümumiyyətlə 1203-cü ildə Nizami tərəfindən yazılıb bitib, yəni yazılması 1203-cü ildə bitib. Nizaminin sonuncu poemasıdır, nəzmlə yazılıb, fars dilində yazılıb və fars dilində yazılıb. Bir neçə sənətkar tərəfindən də tərcümə olunub, hansı ki, Abdullah Şaiq və Mikail Rızaquluzadə tərəfindən tərcümə olunub. Məsnəvi şəklindədir, qafiyəsi A, A, B, B, C, C, D, D şəklindədir. Elə məsnəvi şəklində olması da onun bu qədər geniş əhatəli olmasına imkan yaradır. Belə, bəzən bir digər adı ilə mənzum romanda adlandırılır. Burada hansı ki baş qəhrəmanımız var, o da İskəndərdir, əsərin baş qəhrəmanı, adından da məlum olduğu kimi əsərin. Bu İskəndər obrazı bilirsiniz, Makedoniyalı İskəndər tarixdə də var. Bizim ədəbiyyatımızda bu İskəndərnamə əsərində Nizaminin əsərinin içində də yer alır. Amma tarixdəki İskəndərlə Nizaminin İskəndəri eyni deyil. Yəni tam olaraq eyniləşdirmək olmaz, belə deyim. Əlbəttə ki, müəyyən qədər oxşar cəhətləri var, amma tam olaraq eyni deyil, eyniləşdirmək olmaz. Çünki oxuyacağımız əsərdəki İskəndər obrazı Nizaminin bir növ təxəyyülündə qatılmış bir obrazdır. Yəni Nizami ona əlavələr eləyib. Yəni İskəndər obrazını ideal hesab elədiyi bir hökmdar obrazı kimi yaratmağa çalışıb şair burada. Belə. Əsərdə bir sıra məsələlərə toxunulur, hansı ki, insan azadlığı, insanın ləyaqətli, mənalı ömrü, sonra ictimai ədalət, elmi kamilliyin üstünlüyü, mənəvi əxlaqi dəyərlərin qorunub saxlanması kimi bəzi ictimai məsələlərə toxunulub əsərdə. Poemamız iki hissədən ibarətdir. Şərəfnamə hissəsi, hansı ki, birinci oranı oxuyacağıq. Bu şərəfnamə hissəsində İskəndərin apardığı müharibələrdən, hərbi yürüşlərdən danışılır. Başlayaq. Deməli, dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi. Baxaq. Mən elə başladım bu şux dastanı, coşdurar sazımın səsi dünyanı. Ən doğru sözlər ki oyadır maraq, tarixdən onları bir-bir alaraq, düzdüm dastanıma, əsər yaratdım, ağla sığmayanı büsbütün atdım. Dastanı düzərkən fikrim açıqdır, söz səlis olsa da yol dolaşıqdır. İskəndər haqqında heç bir əsərdə deməli, məlumat görmədim yığcam bir yerdə. Ən qədim tarixi əsərlərdən mən Yəhudi, Nəsrani, Pəhləvilərdən ən incə sözləri əlimə saldım, qabığa ataraq məğzini aldım. Deməli, deyir ki, başlayır, bəs bu dastanın yazılmasından danışır. Dastanı yazarkən hətta deyir ki, dastanı düzərkən fikrim açıqdır, söz səlis olsa da yol dolaşıqdır. Dastanı yazarkən müəyyən çətinliklərlə qarşılaşır, yəni çətinliklə yazdığını bildirir, əziyyət çəkdiyini bildirir. İskəndər haqqında heç bir əsərdə məlumat görmədim yığcam bir yerdə. Deyir, İskəndərlə bağlı heç bir yerdə, heç bir əsərdə yığcam bir məlumat, tam dolğun bir məlumat görmədim. Bu da özü qərar alıb ki, İskəndərlə bağlı bir əsər yazsın. Ən qədim tarixi əsərlərdən mən Yəhudi, Nəsrani, Pəhləvilərdən ən incə sözləri əlimə saldım, qabığa ataraq məğzini aldım. Yəhudi, Nəsrani, Pəhləvilərdən. Deməli, hansı şeylərdən istifadə edib, hansı mənbələrdən istifadə edib əsəri yazarkən Yəhudi, Nəsrani, Pəhləvi mənbələrindən istifadə edib. Və qabığa ataraq məğzini aldım, yəni lazımsız yerlərə atıb, əsas İskəndərlə bağlı olan əsas şeyləri dilə gətirib. Müxtəlif dillərdən yığdım çox sözlər, bunlardan düzüldü yazdığım əsər. Şeirimdən açsaydım bəzəkli donu, azacıq zəhmətlə yazsaydım onu. Bu böyük Fatihin sərgüzəştindən bir vərəq yazmaqla bitirərdim mən. Deyir, şeirimdən açsaydım bəzəkli donu, yəni bəzəkli don deyəndə nə nəzərdə tutulur? Bədii təsvir ifadə vasitələri, yəni poeziyada bu məcazları deyir, şeirimdən açsaydım və onu azacıq zəhmətlə, əziyyət çəkmədən olduğu kimi yazsaydım, deyir, bu böyük Fatihin sərgüzəştindən bir vərəq yazmaqla bitirərdim mən. İskəndər haqqında deyir, bir vərəq
yazmaqla bitirərdim də. Amma bolca bədii təsvir ifadə vasitələrini əlavə elədiyini deyir, bədiilik qatdığını deyir. Dünyanı dolaşan Böyük İskəndər yorulmaq bilmədən edirdi səfər. Dünyanı dolaşıb dörd yanı gəzdi, bilmədiyi mülkü fəth eləməzdi. Hansı bir dövlətə verdi nihayət, kəyan adətinə göstərdi hörmət. Deyir ki, yorulmaq bilmədən İskəndər bolca səfər eləyirmiş, dünyanı dolaşıb dörd yanı gəzirmiş, bilmədiyi mülkü fəth eləmirdi İskəndər, yadınıza salın, bilmədiyi mülkü fəth eləmirdi İskəndər. Hər hansı bir dövlətə verdi nihayət, kəyan adətinə göstərdi hörmət. Deməli, İskəndər kəyan adətinə hörmət göstərilmiş. Sildi şurişləri köhnə dünyadan, şuriş tayfasını deməli köhnə dünyadan silir. Taxt aldı, tac aldı, qoca daradan taxt tac alır. Ömründən keçərkən tam 20 il şahlığa ucadan vurdurdu təbil. Deməli, 20 yaşında şah olur, 27 yaşı olanda da peyğəmbər olur. 27-yə çatınca yaşı peyğəmbər olaraq ucaldı başı. İskəndər o günkü peyğəmbər oldu, onun tarixinə naxış vuruldu. Dinə yol göstərən bir hikmət oldu, dünyada mübarək bir dövlət oldu. Dünyanı gəzərkən döndü hər yana, elədi çox böyük şəhərlər bina. Hinddən başlayaraq Yunana qədər hər yerdə tikdirdi böyük şəhərlər. Hinddən Yunana qədər İskəndərin tabeliyində olub və böyük şəhərlər tikdirib. Dərbəndi deyirlər İskəndər qurdu. Əqli ilə şəhrə böyük sədd vurdu. Deməli, biz buradan nə anlayırıq? Bir buranı da qutaraq sonra deyək. Çox bina salmışdır bunlardan başqa, onları saymaqla çatmaz ki başa. Birisi uzanmış şimali qütbə, bir kökü uzanıb getmiş cənubə. İskəndər hər yerə atını çapdı, o yerlər şənləndi, səadət tapdı. Dağlara, çöllərə tapdı min çarə, ölümün əlində qaldı biçarə. Deməli, İskəndər ölümün əlində biçarə qalır. Hər problemə çarə tapan İskəndər ölümün əlində biçarə qalır. Qələmə gərəkdir elə söz almaq, şuurdan, ağıldan olmasın uzaq. İnandırıcı olsun deyir. Parlaq inci kimi düzülən sözlər ağıla sığmazsa yalana bənzər. Doğruya azacıq bənzəyən yalan yaxşıdır yalana bənzər doğrudan. Deməli, bu nitq yadınıza saxlayın. Bəzən verilir Nüşabənin nitqidir, xeyr, şairin öz nitqidir. Deməli, bu hissədən biz nə anladıq? Bu hissədən bunu anladıq ki, deməli, deyir ki, İskəndərlə bağlı əgər deyir bədiilik qatmasaydı məsələ bir fərəq yazmaqla bitirərdi. İskəndər deyir bilmədiyi mülkü fəth eləməzdi. Kəyan adətinə İskəndər hörmət eləyir. Hörmət elədiyi adət nədir? Kəyan adəti. Şurişləri yer üzündən silib, qoca daradan taxt tac alıb, ömründən 20 il keçərkən 20 yaşında şah, 27 yaşında peyğəmbər olub. Sonra deməli Sonra deməli Hinddən başlayaraq Yunana qədər hər yerdə tikdirdi böyük şəhərlər. Hinddən Yunana qədər İskəndərin tabeliyindəymiş və oraları abadlaşdırıb, deməli aid olduğu, deməli ona məxsus olan əraziləri abadlaşdırırdı. Dərbəndi deyirlər İskəndər qurdu, əqli ilə o şəhərə böyük sədd vurdu. Dərbəndin İskəndərin olduğu deyilir. İskəndər qurubmuş Dərbəndi, belə deyirlər və öz ağlı bacarığı ilə həmin Dərbənd şəhərinə deməli bir sədd vurub, Dərbənd səddi. Çox bina salmışdır bunlardan başqa. Nəsə burada əsas hissələr buralardır. Ölümün əlində qaldı biçarə. Hər şeyə deyir çarə tapan İskəndər, bu qədər qüdrətli bir insan ölümün əlində biçarə qaldığı vurğulanır. Bir də axırda şair özündən danışır. Deyir ki, gərək qələmə elə söz alasan ki, əsəri elə sözlərdən yazasan ki, inandırıcı olsun. Yəni, ağla sığmaz olmasın həmin sözlər. Onda deyir, daha maraqlı olur. Başlayırıq dastanın başlanğıcı hissəsinə. Yunan ölkəsinin padşahlarından vardı bir gənc dövlət, böyük hökmran. Şöhrətli şah idi, adı Feyləqus, itaət edərdi ona Rum və Rus. Deməli, Feyləqus İskəndərin atasıdır və Rum və Rus İskəndərə, daha doğrusu Feyləqusa itaət edir. Adının axırını da yada saxlaya bilərsiniz. Feyləqus, Rum və Rus. Deməli, Rum və Rus Feyləqusa itaət edir. Yunanistan idi onun məskəni, Makedoniya idi doğma vətəni. Yadda saxlayın. Deməli, Feyləqusun yaşadığı yer, məskəni Yunanistandır, amma yurdu, yəni öz doğma vətəni aid olduğu yer Makedoniya idi. Makedoniyalı Feyləqusdur, amma Yunanistanda yaşayır. Qanunlar qoyardı yeni və parlaq, ulu babası idi Es
ibn İshaq. Deməli, Eys ibn İshaq, yadda saxlayın, kimin ulu babasıdır? Feyləqusun ulu babasıdır. Ədalət o qədər yaxınmış ona, qurdları bağlarmış qoyun buduna. Deməli, bu cümləni də yadda saxlayın. Qurdları qoyun buduna bağlayan Feyləqusdur. Deməli, qurd qoyunla deməli, məşğul olan Feyləqusdur. Aha. Zülmün boğazını elə sıxmışdı, Dara həsədindən rəqib çıxmışdı. Üstün olmaq üçün qılıncı tacı bir elçi göndərdi, alsın xəracı. Deməli, Dara kimə həsəd eləyirdi, həsəd çəkirdi? Dara Feyləqusa həsəd çəkirdi və ona rəqib olmuşdu. Onu rəqib gözündə görürdü. Ondan daha üstün kimi görünmək üçün, ondan xərac almaq üçün elçi göndərir Feyləqusa. Ağıl sahibi idi Rumlu hökmran. Rumlu hökmran dedikdə Feyləqus nəzərdə tutulur. Xəracı göndərdi, olmadı düşman. Bəxşişlər göndərdi böyük dərbara. Düşmənlik yolundan əl çəkdi Dara. Deməli, ağıl sahibi idi Dara. Xərac almaq üçün Feyləqusdan, deməli, ondan elçi göndərir ona. Feyləqus da arada qanqaraşlıq olmasın, ölkəsində ədalət necə deyim, pozulmasın deyə, sakitçilik pozulmasın deyə xərac verməyə razı olur. Xərac göndərdi, olmadı düşman. Bəxşişlər göndərir ona və düşmənlik yolundan Dara əl çəkir nəticədə. Daranın dediyi olur deyə Dara deməli bu Feyləqusla düşmənlik yolundan əl çəkir, amma əlbəttə ki, hələ də onu rəqib kimi görürdü. İskəndər başlarkən fətə hər yeri, döndü birdən-birə çərxin işləri. Daraya nə dövlət qoydu, nə dövran, süngüsü keçirdi çaxmaq daşından. Bu dastan haqqında rəvayət çoxdur. Hər kəsi dinlərəm, inadım yoxdur. Feyləqus qəsrində bir gözəl varmış. Deyir, bu dastanla bağlı rəvayətlər çoxdur. Aha. Feyləqus qəsrində bir gözəl varmış. Bəzəkli gəlin tək azad yaşarmış. Deməli, Rum şahı vurulmuş ayüzlü qıza. Dilinin əzbəri parlaq ulduza. Keçdi bu vərəqdən 9 ay ancaq ananın bətnində tərpəndi uşaq. Deməli, burada Feyləqusun həyat yoldaşından danışılır ki, ayüzlü bir qadın imiş. Feyləqusun da həmin qadına xoşu gəlirmiş və 9 ay sonra deməli həmin Feyləqusun arvadının, yəni həyat yoldaşının bətnində uşaq tərpənir. İskəndərdən danışılır. İskəndər nəzərdə tutulur burada uşaq dedikdə. Padişah əmr etdi münəccimlər baxıb ulduzlara versinlər xəbər. Bir xəbər versinlər bu gizlin işdən, rahatlıq versinlər bu tərpənişdən. Deməli, padişah, yəni Feyləqus əmr verir ki, münəccimlər, yəni hansı ki astroloqlar, bir növ belə deyim, ulduzlara baxıb xəbər versinlər ki, yəni bu uşaq necə olacaq da, bu uşağın taleyi ilə bağlı münəccimlərdən məlumat almaq istəyir. Yadda saxlayın, münəccimlərdən məlumat almaq istəyir Feyləqus. Biləkli münəccim başladı işə. Baxdılar fələkdə olan gərdişə. Deməli, başlayırlar onun falına baxmağa. Taleyi göründü nurdan da parlaq. Nə deyim, o yaman gözlərdən iraq. Belə xoş fal ilə dünyaya gəldi. O bağda belə bir fidan yüksəldi. Deməli, İskəndərin taleyinə baxırlar və taleyinin nurdan da parlaq olacağını deyirlər. Yaman pis gözlərdən uzaq olmağını deyirlər. Yəni çox gözəl olacaq da taleyi, belə deyirlər. Həmçinin bunu nə ilə oxşar götürə bilərik? Leyli Məcnun poemasında da yadınızdadırsa, həmçinin Qeysin də doğulmamışdan qabaq Qeysin də deməli taleyi ilə bağlı məlumat verilir. Qeysin taleyi ilə də bağlı məlumat verilir. İskəndərin taleyi ilə də bağlı məlumat verilir. O sərvin budağı bəsləndi nazla, Turac tək səkərək səsləndi nazla. Meydan axtarırdı beşikdəykən, yəhərə atıldı öz beşiyindən. Deməli, deyir ki, hətta beşikdəykən belə qəribə bir uşaqlıq keçirib də, yəni elə İskəndərə də aid eləyə bilərik bunu, Qeysə də aid eləyə bilərik. Qəribə bir uşaqlıq keçirib, uşaqlığından bəri igid olacağı bilinirmiş. Dayədən istədi ox ilə kamandı, dayədən oxla kaman istəyir. Kağızı, ipəyi hey aldı nişan. Böyüdü, öyrəndi qılınc vurmağı, qızmış aslanlara qarşı durmağı. At minmək zövqündən ləzzət alınca, düşdü şəhriyarlıq, şahlıq dalınca. Sonra keçirik İskəndərin təlim alması hissəsinə. Bu hissədə də başlayırıq.
Tarixin yığılmış tumarlığından keçmişi belə nəql etdir bir dehqan. Aha. Elə ki Feyləquz təzə gəlin tək vurdu bu dünyanın mülkünə bəzək. Ağıllı övladla ata fəxr edər. Çünki mübarəkdir seçilmiş gövhər. Dünyada ataya varmıdır gerçək? Ağıllı oğuldan başqa bir istək. Oturtdu öyrənsin ədəblə hünər. Günəş eylər daşı qiymətli gövhər. Deməli, Feyləquz oğlunu çox sevirdi. Feyləquzun oğluna qarşı olan sevgisindən, onunla fəxr eləməyindən danışılır. Niqumaş alimdir, biliklə dolu və istəyir ki, Feyləquz oğluna təlim-tərbiyə verilsin. Niqumaş alimdir, biliklə dolu. Alimin oğluydu Həkim Ərəstu. Deməli, Niqumaş kimdir? Bir alimdir, tanınmış bir alimdir. Onun da bir oğlu var, hansı ki, oğlunun da adı deməli Ərəstudur. Bir saniyə, hə. Oğlunun da adı Ərəstudur və bu oğul da həkimliklə məşğuldur. Niqumaş özü alimdir, oğlu Ərəstu da həkimdir. Təlim işlərində çəkdi çox əmək. Deməli, Niqumaş İskəndərin təlimi ilə məşğul olur. Hikmətlər öyrətdi, ona sevərək. Şahanə tərbiyə, hünər, nəzakət, ağıla nur verir, ürəyə qüvvət. Hər əqlə sığışan hünər bilikdən bir məna çıxarır mənanı bilən. Ulduzlar bəzəyən kimi göyləri, bəzədi pak olan yeni gövhəri. Yeni gövhəri çatdırdı onun hər gizlin biliyə, hansı bir gənc almış belə tərbiyə. Şahzadə illərlə çox çalışdı, çox. Qulağı elm aldı, başqa heç nə yox. Öz ağlı zəkası olunca rəhbər, deməli, tapırdı ən incə mənalı sözlər. Deməli, burada da İskəndərdən danışılır ki, İskəndər kim tərəfindən təlim-tərbiyə alıbmış? Niqumaş tərəfindən. Yada salın, Ərəstu tərəfindən yox, Niqumaş tərəfindən. Ərəstu Niqumaşın oğluydu. İskəndər Niqumaş tərəfindən təlim-tərbiyə alır. Niqumaş onun təlim-tərbiyəsindən ətraflı şəkildə, ciddi şəkildə məşğul olur. Bütün gizlin bilikləri, bütün əsas şeyləri Niqumaş ona öyrədir. Elə Şahzadə özü də, yəni İskəndər özü də illərlə çox çalışır təlim-tərbiyə uğrunda. Qulağı elm aldı, başqa heç nə yox. Yəni sadəcə elmi ilə, biliyi ilə məşğuldur. Öz ağlı zəkası olunca rəhbər tapırdı ən incə mənalı sözlər. Yəni öz ağlı zəkası da yerinə gələndə yenə ən incə mənalı sözlər özü də deyirdi. Yəni hətta başlamışdı indidən, yəni öz necə deyim, kamilliyini göstərməyə. Hər incə mənanı deməli edərkən bəyan, sözləri su kimi olurdu rəvan. Həmdərsi Ərəstu bir qardaş deyə, ürəkdən bağlı idi bu şahzadəyə. Onun həmdərsi, yəni eyni dərs aldığı, həm yəni belə deyim, yaşıdı, Ərəstu var idi. Hansı ki, Ərəstu bayaq dedik, həkim idi və Niqumaşın oğluydu. İskəndərin tərbiyəçisinin oğluydu Ərəstu. Ona bir qardaş kimi baxırdı. Ərəstu İskəndərə bir qardaş kimi yanaşırdı. Bir-birlərinə ürəkdən bağlı idilər. Ərəstu aldıqca bilik atadan, ona öyrədirdi hər an, hər zaman. Yəqindir bilikli həkim ustadə, tacidar olacaq bir gün şahzadə. Ərəstu özü də atasından yenə də nə öyrənirdisə, o da hətta İskəndərə bunları yenə də çatdırırdı. Və Ərəstuya deyir, yəqindir deyir bilikli həkim ustadə, tacidar olacaq bir gün şahzadə. Yəni burada deyir ki, hər halda Ərəstu deyir, özü də bilirdi ki, İskəndər bir gün tacidar olacaq. Yəni atasının taxt tacının sahibi olacaq. Onun təliminə verdi çox diqqət. Kişini şad edər, qorunsa sərvət. Bəxtini oxudu parlaq halından, verdi oğluna da ondan bir ünvan. Talih xidmətində duran zamanda, söz qaşı möhrünü vuran zamanda, oğlunu tapşırdı gənc şahzadəyə, and verdi, söz aldı, peyman verdiyə. Deməli deyir ki, İskəndərin təliminə yenə çox diqqət verilir. Deyir ki, bəxtini oxudu, parlaq alından verdi oğluna ondan bir ünvan. Deməli, Niqumaş öz oğluna, yəni Ərəstunu da bir növ İskəndərə tapşırır və deyir ki, talih xidmətdə duran zamanda, söz qaşı möhrünü vuran zamanda oğlunu tapşırdı gənc şahzadəyə, and verdi, söz aldı, peyman verdiyə. Deməli, Niqumaş öz oğlunu, yəni Ərəstunu İskəndərə tapşırır və ona and verdirir, söz verdirir ki, bəs peyman ver mənə ki, o məndən sonra oğluma necə deyim, belə, yəni qardaşlıq eləyəcəksən də, tərəfdar duracaqsan. Məktəbdə meydana sənat sürərkən, şahanə başını göydə görərkən, başını əyərkən köhnə dünyanın, hər səmtə gedərkən hökmün, fərmanın, taxtını tacınla məsud edərsən, xərac göndərərlər 7 kişvərdən. Deməli, bu Niqumaşın nitqidir və İskəndərə tərifləyir.
məlumat verir ona. Dünyaya şövkətlə verərsən fərman, bir növ yenə nəsihət verir. Padişah olarsan uzun bir zaman. Deyir ki, əgər şövkətlə yanaşsan dünyaya, ədalətli olsan, uzun bir zaman padişahlıqda qalarsan. Bu dərsi təlimi tut xatirəndə. Qızıla, gümüşə çox olma bəndə. Niqumaş yenə ölən zaman, yadınıza saxlayın, ölən zaman oğlunu İskəndərə tapşırır və yenə ölən zaman İskəndərə nəsihət eləyir ki, qızıla, gümüşə, yəni var-dövlətə, maddi şeylərə, dünya malına aldanmasın, bəndə olmasın. O zaman oğlumdan götürmə nəzər, haqqıma, sözümə bir hörmət göstər. Deyir ki, oğlunun üstünə öz nəzərini göstərmə, ona himayədarlıq elə bir növ. Onunla et çətin işdə məsfərət. Qılıncdan kəskindir gözəl məsləhət. Yadda saxlayın, qılıncdan kəskindir gözəl məsləhət. Kimin nitqidir? Niqumaşın. Deyir ki, mənim oğlumla hər işdə məşvərət elə, hər işdə, yəni məsləhətləş. Mənim oğlumda nə də olmasa, yəni mənim də tərbiyəmi alıb və sənə yaxşı məsləhətlər verər. Gözəl məsləhət deyir, qılıncdan kəskindir sənin, yəni qılıncın ola bilər, amma onun gözəl məsləhəti səni daha yaxşı yola gətirə bilər. Səndə dövlət vardır, onda da hünər. Deməli, Niqumaş İskəndərə deyir ki, ölən zaman, səndə deyir dövlət var, mənim oğlumda da hünər var. Hünərlə dövlət bir çəkiyə girər. Yəni bu ikisi deyir bir yerdə birləşsə yaxşı olacaq. Bir görün işlərinizi. Şahzadə söz verdi öz ustadına. Hər əmrim qəbuldur söylədi ona. Şahzadə, yəni İskəndər öz ustadına, Niqumaşa ölüm anında, elə bir ki, Niqumaşın ölüm anında söz verir ki, hər əmrin qəbuldur. Yəni nə deyirsən, problem yoxdur. Söz verir ki, bəs mən Ərəstu ilə bir yerdə tərəfdarlıq eləyəcəm ona hər zaman. Hər əmrim qəbuldur söylədi ona. Taxtımla, tacımla olsam padişah, Ərəstu vəzirim olacaq billah. Sözündən, fikrindən dönməz İskəndər, onun hər əmrinə bağlaram kəmər. Deməli, nə deyir İskəndər? İskəndər deyir ki, taxtımla, tacımla əgər Niqumaşa deyir, əgər taxt tacımla padişah olsam, Ərəstun özümə vəzir seçəcəm. Bunun üçün söz verir və deyir ki, hətta and içir, billah deyir. Deyir ki, İskəndər, yəni mən sözümdən, fikrimdən dönmərəm. Ərəstun deyir, hər əmrinə kəmər bağlaram. Yəni o nə desə, ona məsləhət eləyərəm. O nə məsləhət versə, onu eləyərəm deyir Niqumaşa. Niqumaşın sözünə əsasən. Sonra da deyir ki, elə ki taleyi, onun hər əmrinə bağlaram kəmər. Elə ki taleyi oldu ona yar, İskəndər sözündə qaldı bərqərar. Ustadı bilirdi, bir gün bu uşaq dünya şahlarına fərman yazacaq. Deməli, İskəndər sözündə bərqərar qalır, elə ki taleyi ona yar olur. Yəni atası öləndən sonra hansı ki o taxta çıxmağa nail olur və bundan sonra o öz sözünün üstündə durur və Ərəstunu özünə artıq vəzir seçəcək. Niqumaşa verdiyi sözün üstündə duracaq. Belə. Ustadın oğlu da alim bir kəsdir. Onunla həm yaşıd, həm də həmdərsdir. Şahzadə daima ona mehriban, o da şahzadədən ayrılmaz bir an. Ərəstu razılıq verməzsə işə, İskəndər bir quş da taxmazdı şişə. O tədbir vermədən tutmazdı bir iş, hər işdə alardı ondan göstəriş. Feyləquş dünyanı tərk etdi daha. Taxtını tapşırdı gənc padişaha. Deməli, İskəndər şahzadə olandan sonra özünə vəzir seçir Ərəstunu və Ərəstu bir işə razılıq verməsə, həmin işi İskəndər görmür. İskəndər deməli Ərəstu razılıq verməsə, İskəndər bir quş belə şişə taxmırmışsa, yəni o dərəcədə onun sözünə önəm verilmiş, onun məsləhətinə. O tədbir vermədən tutmazdı bir iş, hər işdə alardı ondan göstəriş. Feyləqus dünyanı tərk etdi daha. İskəndərin atası ölür, taxtını tapşırdı gənc padişaha, öz taxt tacını tapşırır, deməli İskəndərə. Sonra gəlir İskəndərin taxta çıxma hissəsi. İndi baxaq. Deyir ki, elə ki Rum şahı taxta oturdu. Artıq əvvəl Rum şahı deyəndə Feyləqus nəzərdə tutulurdu. Hal-hazırda atası öləndən sonra taxt tacı İskəndər gəldiyinə görə indi Rum şahı İskəndər sayılır. Elə ki deyir İskəndər taxt tacı oturdu, dünyada mum kimi bir naxış vurdu. Yəni dünyaya səs sorağı yayılır. Bütün ölkələrə ədli səs saldı. Ədaləti bütün ölkələrə, bütün dünyaya səs salır. Rum taxtı onunla yeni rəng aldı. Atadan gördüyü rəsmi ayini seçərək saxladı, bəyəndiyini. Deməli, atasından qalan qayda qanunların bəzilərini dəyişdirir. Yəni hamısını olduğu kimi saxlamır, yadda saxlayın. Sadəcə bəyəndiklərini isə saxlayır olduğu kimi. Köhnə adətləri möhkəm saxladı. Bəzi adətləri də möhkəm saxlayıb, yəni dəyişdirməyib. Keçmiş qanunları bərk qucaqladı.
Aha, Daraya xəracı verirdi yenə. Atası yadda düşür. Dara bundan atası ilə axı müəyyən qədər bir kin yaranmışdı. Ədavəti var idi atası ilə Daranın və onu özünə rəqib görürdü. Atası da ölkəsində qanqarasçılıq çıxmasın deyə, qan tökülməsin deyə Ərəstun Felequs nə idi? Daraya deməli xərac verirdi. Və bundan sonra İskəndər hakimiyyətə gələndə də yenə Daraya xərac verməyə davam eləyir. Ölkədə hakimdir köhnə ənənə. Ölkədə bəzi ənənələr köhnə olduğu kimi qalır. Yəni hansı ki, Daraya xərac vermək ənənəsi də köhnə ənənə kimi qalır. Feyləqus əmrində olan hər diyar onun da əmrinə boyun qoydular. Deməli, Feyləqusun əmrliyində olan bütün diyarlar İskəndər taxta çıxandan sonra İskəndərin tabeliyinə keçir. Dostluqda atadan daha da mətin, düşmənin məhvində qılıncı kəskin. İgidlər qorxardı güclüdür deyə. Onunla girməzdi bir tərəzi. İgidlər belə İskəndərdən qorxub ən güclü pəhləvanlar belə onunla bir yerə, yəni bir ortama girmirdilər belə deyim. Ondakı qolunun gücün yoxlardı, aslan qulağına düyün vurardı. Aslan qulağına düyün vuran kimdir? İskəndər. Hər mərdə igidə o üstün gəldi. İnsanın fikrinə sığmayan qədər. Hamıya yaxşılıq etdi İskəndər. Yadda saxlayın. Burada verilir ki, İskəndər hamıya yaxşılıq eləyib, hətta insan ağlına sığmayacaq qədər yaxşılıq eləyib. Ədalətli biridir. Kimsənin qəlbini o incitməzdi. Ədalət xəttindən uzaq getməzdi. Bütün tacirlərdən o bac almadı. Ölkədə kimsədən xərac almadı. Bütün tacirlərdən bac almır. Ölkədə də heç kimdən xərac almır. Xərac vergisini ümumiyyətlə heç kimdən almır. Bütün tacirlərdən, yəni verə bilməyən tacirlərdən də bac almır. Dehqan vergisinə çəkərək qələm, dehqan vergisini ümumiyyətlə ləğv eləyir. Sərmayəsizlərdən almadı dirhəm. Sərmayəsizlərdən də, yəni yatırımı olmayanlardan da dirhəm vergisini almır. Zər saçdı hər yeri abad edərək, qırdı tikanları, əkdi gül çiçək. İskəndərin bu hissədə ədalətini görürük ki, hansı ki, ölkədə hər kəsdən xərac, yəni vergi almır. Sonra sərmayəsizlərdən, yəni yatırımı olmayan kəslərdən dirhəm vergisini almır. Yəni nə qədər mərhəmətli biridir. Zər saçdı hər yeri abad edərək, qırdı tikanları, əkdi gül çiçək. Əlinə keçirdi bütün dünyanı, ətri tutdu Misri, Həbəşistanı. Ətri haralara tutur, yəni haralara səs salır? Misrə, Həbəşistana. Ədli səxavəti cahanı sardı. Hər kəs Rum mülkünə həsəd apardı. Hər kəs onun ölkəsinə həsəd aparmağa başlayır bu ədalətdən, bu xoşbəxt ölkədən. Ərəstu vəzirdir uca dərgaha. Ərəstu onun vəziri idi. Hər yaxşı yamanda mərhəmdir şaha. Bütün yaxşı pis günlərində şahın yanında olur. Tökdü İskəndərə hər işdə tədbir. Az zaman keçmədən oldu Cahangir. Deməli, İskəndər az bir zaman keçmədən Cahangir olur, yəni igid olur. Deməli, sonra Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması hissəsinə keçəcəyik indi. İndi bir saniyə gəlirəm mən. Aha, gəldim. Deməli, harda qalmışdıq? Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması hissəsi. Deməli, elə ki fələyin çırağı səhər dünyanı nuru ilə etdi münəvvər. Günəş əlvan şəfəq saçdı hər yana, gəlin tək oturdu qızıl taxtına. Elə ki səhər vaxtı olur, İskəndər öz qızıl taxtına oturur və İskəndər qədimki ayinə uydu, eyvanda şöfqətli bir məclis qurdu. İskəndər, yəni əvvəlki atasının elədiyi kimi, eyni qanunla, eyni qayda ilə eyvanda səhər çağı bir məclis qurdurur. Bir nur çeşməsi idi, oturmuşdu şən. Aman səsi gəldi uzaq ellərdən. Rahat-rahat İskəndər oturanda uzaq ellərdən, yəni uzaq yerlərdən bir aman səsi gəlir İskəndərin qulağına. Məclisdə padşaha etdilər məlum. İskəndərə deyirlər ki, amana gəlmişdir bir yığın məzlum. Deməli, deyirlər, kömək istəyirlər Rum sultanından. Deyirlər, Misrə çox dar oldu cahan.
Deməli, zəncilər axınla gəlmiş bu səfər. Dolaşmaq çətindir, tutmayır çöllər. Ordularda dolmuş böyük bir cahan, ordularla dolmuş böyük bir cahan. Çöllərdə hakimdir qorxu, həyəcan. Hamısı çöllüdür, qatrandan qara. Çöllərin otu da çatmaz onlara. Köməyə çatmazsa böyük tacıdar, qarətə gedəcək o zəngin diyar. Deməli, İskəndər bir axıra qədər oxuyaq. Bu haqsız axından pərakəndəyik. Şah fərman sizindir, bizlər bəndəyik. Deməli, İskəndər həmişəki kimi atasının adəti ilə bir səhər tezdən, səhər çağı bir məclis qurdurmuşdu və qızıl taxtında oturmuşdu. Rahat-rahat oturanda uzaq ellərdən aman səsi gəlir və gətirib İskəndərə çatdırırlar xəbər ki, bəs bir sıra adamlar gəlib, bir yığın adam gəlib və səndən kömək istəyirlər. Deyirlər ki, İskəndər bizə köməklik eləsin. Bəs Misrə cahan, yəni dünya Misir üçün çox dar olub. Belə deyim, buranı zəncilər basıb. Zəncilər deyir axına gəlmiş bu səfər. O qədər deyir çoxdular ki, hətta otların sayından da çoxdular. Hətta deyir otların sayından da çoxdular. Deyir İskəndər əgər böyük köməyə çatmazsa böyük tacıdar, qarətə gedəcək o zəngin diyar. Deyir əgər İskəndər bizim köməyimizə çatmasa, o zəngin diyar, yəni Misir qarət olunacaq zəncilər tərəfindən. Şahlar deyir, şah fərman sizindir, amma deyir yenə də siz bilərsiniz ən yaxşısını, bizlər bəndəyik, yəni eləsəz köməklik eləyərsiniz, eləmərsəz də Allah canınızı sağ eləsin kimi bir şey. O dinin pənahı adil hökmdar, bildi ki, zəncidə hədsiz qoşun var. O hədsiz ordudan qorxdu hökmdar. Yadda saxlayın. Deməli, o qədər belə vahiməli təsvir eləyir ki, bu gələn bir yığın insan zənci qoşununu. Artıq İskəndər həmin zənci qoşunundan müəyyən qədər çəkinir, qorxur və bilir ki, onda qoşun çoxdur da, yəni qorxusuz olurmu ağıllı insan? Şah da bu qorxuda, şah deyirmi, yazıcı da İskəndərin bu qorxusuna haqq qazandırır. Deyir ki, qorxusuz olar ağıllı insan, yəni ağıllı olan adam qorxar da. O başa işləməyən, ağılsız dəli adam qorxmaz ki, məsəl üçün hər hansısa bir şeydən. Ağıllı adam qorxar ki, hə, məsəl üçün belə eləsəm belə olar, axırını fikirləşər işin. Bu mövzuda deməli yazıcı İskəndərə qorxmaqda haqq qazandırır. İskəndər vəziri tez dəvət etdi, onunla ətraflı məsləhət etdi. Vəzir dedikdə, yəni kimi dəvət eləyir? Ərəstunu dəvət eləyir, öz vəzirini və onunla məsləhət eləyir hər işdə olduğu kimi ki, yəni necə eləyim? Gedimmi köməyə, getməyimmi? Yəni orada çox özü də belə necə deyim, təəccüblü qalmışdı, arada qalmışdı ki, yəni orada qoşun çoxdur, getsəm birdən məğlub olaram belə elə. Getməsəm də bəs bu yazıqların vəziyyəti pis olacaq da. Deməli, onunla ətraflı məsləhət etdi. Ağıllı, bilikli, hünərli vəzir müzəffər olmağa tökdü tədbir. Deməli, qalx dedi, bəxtini sına zamandır, belə əjdahanı məhv etmək şandır. Zəfərlər yaratsa ordunun əli, daha möhkəm olur şahlıq təməli. Misirdə, Zəncidə olur sənə ram, mərdlikdə alarsan yenilməz bir nam. Ölkədən silinsə azğın düşmənlər, xainlər kör olar, dostların gülər. Deməli, İskəndərə də Ərəstu necə bir məsləhət verir? Ərəstunun məsləhətini görürük bu hissədə. Ərəstu İskəndərə deyir ki, bəs deyir, qalx deyir. Müzəffər qalib olmaqda ona yol göstərir. Qalx deyir, dur get deməli döyüşə başla. İskəndər axı arada qalmışdı. Döyüşə girim ya girməyim. Ərəstu da deyir ki, get döyüşə başla. Çünki bu sənin üçün yaxşı olar da. Qalib gəlsən, çox yaxşı olar sənin üçün. Hansı ki şanın, şan şöhrətin, ad-sanın daha da artar, yəni ölkədə. Və buna görə də İskəndərə məsləhət görür ki, İskəndər getsin döyüşə. Belə. Deyir, əgər deməli döyüşsən və ölkədən azğın düşmənlər silinsə, dostların şad olar, düşmənlərin də pis olar, yəni ağlayar. Sənin qələbəvə də. Və deyir ki, həm də deyir bunu eləsən, Misirdə zəncilər də, Misirlilər də, zəncilər də sənə tabe olarlar. Aha, ağıllı bir məsləhət verir Ərəstu. Rəhbərin əmri ilə o gənc hökmran bayrağı ucaltdı Makedoniyadan. Topladı süngülü qılınclı əskər, qılınc şəfəq atdı
çatdı buluda qədər. Dənizdən quruya çıxınca ordu tərpəndi bir daha Misirdə durdu. Deməli İskəndər də əlbəttə ki, Ərastunun heç bir sözündən çıxmadığı kimi, çünki Niqumaşa söz vermişdi ki, onun heç bir sözündən çıxmayacaq. Ərastunun heç bir sözündən çıxmadığı kimi bu sözündən də çıxmadı və ordu hazırlatdı ki, həmin zəncilərin üzərinə hücuma keçsin. Aha, tərpəndi Misirdə durdu. Padişah əmr etdi. Aha, deməli, buradan bir də bir şey öyrənə bilərik ki, dənizdən quruya çıxınca ordu deyir. Yəni İskəndərin ordusu dəniz yolu ilə gedib, sonra quru yolu ilə də davam edib zəncilərin üzərinə hücuma gedərkən yadda saxlayın. Tərpəndi bir daha Misirdə durdu və Misirə çatır. Padişah əmr etdi Nil sahilindən keçərək çöllərdə tutsunlar məskən. Yedəkli at ilə axsın meydana, döyüşdə verməsin aman düşmana. İgidlər düzüldü yola hər nə var, zəncinin kininə bel bağladılar. Deməli İskəndər əmr eləyir ki, Nil sahilindən keçərək məskən tutsunlar və deməli yedəkli at ilə axsın meydana, döyüşdə verməsin aman. Deyir ki, döyüşdə heç bir düşmənə aman verməyin. Deməli burada tapşırıq keçmir, düşmənə aman verilməsin və kim varsa zəncilərdən kimi gördünüzsə öldürün. Burada da Nil sahilində yenə görəcəyik. Baxın, indi danışaq burada. Aha. O coşqun ordunu görüncə zənci gözündə qaraldı dünya sevinci. Deməli zəncilər İskəndərin ordusunu görəndə əlbəttə ki, qorxurlar. Çünki İskəndər ordusu çox rəşadətli bir şəkildə gəlmişdi düşmən üstünə. Döyüşdə başlarkən hər iki əskər divləri sarsıtdı ucadan səslər. Elə ki, elə yerdə idi bu döyüş inan, qubar gətirirdi adam yanğından. Kükürdün tozu tək qupquru çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Sərin su yox idi ağudan başqa, bir də günəşdəki yanğıdan başqa. Deməli, Dara deyirəm, əstəğfurullah. İskəndər gəlir burada pələngərlə döyüşə və döyüşün nə qədər vahiməli, nə qədər qorxuducu olduğu bildirilir burada. Deyir ki, hətta deyir elə bir yerdə idi ki, döyüş. Burada deyir su belə yox idi da, çöllük idi. Burada su belə tapmaq olmurdu. Yəni zəhərdən başqa su yox idi ağudan başqa. Ağu zəhər deməkdir. Zəhərdən başqa deyir su yox idi hətta içmək üçün. Yəni heç bir necə deyim, çətin döyüş şəklində, belə bir çətin döyüş vəziyyətində İskəndər döyüşə başlayır. Baxırdı əjdaha kimi hər mağar. O yerdə hər fitnə açmışdı bazar. Oradakı yaşayır qulyabanlar, yaşayıb hər yerə soxulur onlar. Qulyabanı dedikdə zəncilər nəzərdə tutulur. Ləli yer öküzü udduğu zaman puskudan sıçradı qapqara aslan. Aha, ləli yer öküzü udduğu zaman puskudan sıçradı qapqara aslan. Gecənin zülmət dünyanı sardı, aslanın dişi tək ulduz ağardı. Gecənin göbəyi yayırdı ətir, işıqdan dünyaya açmışdı çətir. Düşməni tanıyan növbətçi əskər yollara çıxaraq keşik çəkdilər. Ulduzlar hər yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Deməli İskəndər artıq onları cəzalandırır və nəticədə xalq bu çətin vəziyyətdən azad olur İskəndərin sayəsində. Sonra gəlirik Daranın İskəndərlə müharibəyə qoşun çıxarması hissəsinə. Hansı ki bu hissədə əsas hissələrdəndir. Məzlumlar axaraq gəldi hər yandan. Dedilər coşqun sel qoparır tufan. Daranın ordusu edərkən səfər, polad geyimlərdən qaraldı yerlər. Bir casus söylədi, düşmən sərxoşdur, durduğu yerlərdə qafil olmuşdur. Deməli, İskəndərə xəbər çatır ki, Dara döyüşə çatacaq, döyüşə gələcək. Amma həmçinin deməli casus İskəndərə deyir ki, bəs şeydir, düşmən sərxoşdur, durduğu yerdə qafil olmuşdu. İskəndər bir basqın etsə qəflətən, gəlir İskəndərə deyirlər ki, birdən-birə basqın eləsən, sən Daraya qalib gələrsən da, ən yaxşısı birdən-birə. Onsuz sərxoşdur, birdən-birə deyir, onun bu halı ilə ona deməli basqın elə. İskəndər gülərək söylədi cavab. Gizlində qalmağı sevməz afitab. Yararmı döyüşdə böyük İskəndər, adi quldur kimi qazanan zəfər? Uca Şəhriyarın mətin sözləri inandırdı buna hər bir əskəri. Get-gedə böyüdü bu qızğın xəbər. Ölkəyə yaxındır o qorxunc əjdər dedikdə Dara nəzərdə tutulur. İskəndər bildi ki,
O bir bulud tək, gələcək qılıncı saçacaq şimşək. Bütün ölkələrə göndərdi xəbər, durmadan dərgaha yığılsın əskər. Deməli, İskəndər nə edir? İskəndər çağırır. Aha, deməli, İskəndər burada nə edir? Bu hissədən biz nə anladıq? Buranı bir təhlil eləyək. İskəndərə xəbər gəlir ki, bəs Dara hücuma gəlir. Sonra bir casus buradan İskəndərə xəbər gətirir ki, düşmən deyir sərxoşdur, durduğu yerdə qafil olur da. Yəni sən onu bu halı ilə yaxalasan, ona qalib gələ bilərsən rahatlıqla. İskəndər də gülərək cavab verir ki, mənə belə şey yaraşmaz da. Mən adi bir insan kimi, adi bir quldur kimi zəfər qazanım deyir. Üz-üzə gəlməliyik onu. Yəni arxadan vura bilmərəm. Sonra xəbər gəlir ki, bəs o qorxunc əjdər, yəni Dara ölkəyə yaxınlaşır və bundan sonra İskəndər bütün ölkələrə bir xəbər göndərir, fərman göndərir ki, durmadan hər yerdən əskər gəlsin kömək üçün İskəndərin ordusuna. Rumdan, Əfrəncədən, Misirdən, Rusdan bir ordu bəzədi gəlindən Nəqsan. Daha doğrusu Rəqsan. Ordu toplanınca uca İskəndər əmr etdi sayından verilsin xəbər. Sayçılar məlumat verdi padşaha. 600 min əskər gəlmiş dərgaha. Deməli İskəndərə məlumat verirlər ki, hardan gəlir yadınızda saxlayın orduya kömək? Rumdan, Əfrəncədən, Misirdən, Rusdan bir ordu yığılır. Aha. Bu ölkələrdən Rum, Əfrəncə, Misir, Rusdan gələn əskərlər vasitəsilə İskəndərə bir ordu yığılır. Ordu toplananda İskəndər deyir ki, əmr eləyir ki, deməli ordunun sayından məlumat verirlər. Sayçılar məlumat verdi padşaha. 600 min əskər gəlmiş dərgaha. Deməli İskəndərin ordusunda 600 min əskər var idi. Amma Daranın ordusunda yadda saxlayın 900 min nəfər var idi. Deməli İskəndərin ordusunda 600 min adam var idi. Daranın ordusunda isə 600 min adam var idi. Tamam mı? Yəni Daranın ordusu İskəndərin ordusundan daha çox idi. İskəndər 600 min, Dara 900 min idi. 300 min daha çox idi İskəndərdən. 600 min əskər gəlmiş dərgaha. Hər yandan yığışıb gəlincə ordu çalğısız, içkisiz bir məclis qurdu. Artıq Dara yaxınlaşırdı və ordu da yığılmışdı. İskəndər bir məclis qurdurur. Bu məclis qurdurur ki, döyüşdən əvvəl hətta bu məclis içkisiz, çalğısız bir məclis olur. Bu məclisdə içki, çalğı, yəni olmur. Yəni döyüşə hazırlaşırlar. İçki nədir, çalğı nədir? Sonra aqilləri yığır. Aqillər yığılıb uca dərgaha verdilər diqqətlə qulaq şaha. Deməli, padşaha. İskəndər söz açdı bütün işlərdən, Daranın açdığı o döyüşlərdən. Deməli, nə olur? İskəndər bir məclis qurdurur döyüşdən əvvəl. Yəni normal olaraq ki, döyüşə girirlər də. Bir məclis qurdurur və bu məclisdə aqilləri, yəni baş bilənləri yığır, məsləhətçiləri yığır. Onlara bu barədə məlumat verir, Dara barədə məlumat verir ki, Daranın törətdiyi işlərdən, deməli, necə deyim, yəni döyüşlərindən məlumat verir həmin baş bilənlərə ki, yəni nə fikirləşirsiniz də bu haqqda? Sizcə onunla döyüşə girimmi, girməyimmi? Deməli, onlarla məsləhət eləyir. Deməli, başlayır deyir, şübhə yox, dedi o adlı tacidar. Bizimlə döyüşə vermişdir qərar. Hərb üçün, sülh üçün fikriniz nədir? Düşmən çox yaxındır, göstərin tədbir. Deməli, İskəndər yığır bu adamları başına və başlayır danışmağa ki, deməli, bəs deyir, bu çox döyüşlər eləyib da, bəs bizimlə də indi döyüşə qərar verib. Deyir, indi sizcə mən neynim? Hərb üçün, sülh üçün fikriniz nədir? Onlardan soruşur ki, yəni hərb eləyək, müharibəyə başlayaq, yoxsa sülh eləyə bilərik? Düşmən çox yaxındır, göstərin tədbir. Çıxmasa bu kəskin qılınc qınından, bizə kişi deməz bir nəfər insan. Taxt-tac alarsam qoca Daradan, zalım adlanaram bununla da mən. Baxın, burada İskəndər bildirir ki, deyir, bəs əgər deyir qılıncım qılından çıxmasa, deyirlər ki, İskəndər yəni qorxdu, geri çəkildi də. Ona görə deyir ki, gərək
Dara ilə döyüşə başlayım. Amma deyir bir nəfərlə də taxt amma deyir birdən də Daradan taxtacalsam, onda da zalım adlandırarlar məni. Yəni ətraf mühitin düşüncəsinə görə deyir ki, deyir birdən belə eləsəm, müharibəyə başlasam deyəcəklər ki, daha doğrusu müharibəyə başlamasam deyəcəklər ki, İskəndər kişi deyil, qorxdu Daradan, çəkindi, ona görə müharibəyə başlamadı. Müharibəyə başlasam da məni zalım adlandıracaqlar. Qıymaram çıxsın o öz mülkündən dara. Yamanlıq etmərəm mən kəyanlara. Kəyan adətinə hörmət elədiyinə görə Daranı öz mülkündən çıxartmağa qıymır hətta İskəndər. Bu məqamda belə. Çünki qorxuram bu əməlim bu gün düşməni çıxarsın bizlərə üstün. Amma deyir bir tərəfdən də qorxuram ki, yazığım gəldiyinə görə düşmən bizə üstün gələr. Bu yolda düzgün bir tədbir göstərin. Sonunda işimiz olmasın çətin. Düşünüb söyləyin, sağlam bir fikir. Bu döyüş haqqında fikriniz nədir? Bilikli, şüurlu, ayıq, hünərvər başçılar diqqətlə çox dinlədilər. Hörmətlə hamısı dil tökdü ona. Padşaha etdilər çox dua səna. Uğurlar doğsun bu yaşıl deməli ağaca. Kökləri möhkəmdir, adısa uca. Taxtınla, tacınla dünya qurulsun. Qapında düşmənin başı tac olsun. Doğrudur tamamən şah buyuranlar. Doğrudur tamamən şah buyuranlar. Bunun davamı da olmalıydı. Aha, bunun davamında da bir dəqiqə. Davamı da var. Bunu düşməyib burada deyəsən. Davamı da var onun. Aha. Deməli, bunun davamında İskəndərlə Daranın müharibəyə başlama hissəsində. Burada niyə verilməyib ki? Yoxsa verilmişdi, bu tərəfə mi getdi o? Bir dəqiqə baxın. Yox, burada verilməyib, mən deyim qısaca. İskəndərin Dara ilə müharibə hissəsindən əvvəl idi o. Aha, deməli deyir ki, deyir bu aqillər də deyir ki, İskəndər deyir bəs bir tədbir tökün. Bu başçılar, baş bilənlər də diqqətlə qulaq asır buna və İskəndərə cavab verirlər ki, dua səna eləyib başlayırlar sözə və deyirlər ki, dediyiniz hər şey doğrudur. Biz də bir onları edəkmi təkrar? Əmrindən dönmərik. Sözün fərmandır. Padşahın yolunda canlar qurbandır. Sözləri bununla bitirdi. Ancaq sən bu qan tökməyə qoyma ilk ayaq. Kəyanın taxtına göstərsən hörmət, öncə qan tökməyə gəl etmə cürət. Mən belə şifahi şəkildə deyirəm. Deməli, İskəndərə aqillər deyirlər ki, mən məzmunu deyim sizə. Aqillər İskəndərə deyirlər ki, bəs dediyin hər şey düzdür. Biz onları bir də təkrarlayaqmı? Ehtiyac varmı, yəni bir də təkrarlamağımıza? Amma deyir belə bir əlavə eləyə bilərəm ki, yəni belə bir əlavə eləyirlər ki, ancaq deyir sən qan tökməyə qoyma ilk ayaq. Aqillər, baş bilənlər buna məsləhət verir ki, sən birinci qan tökmə. Yəni sən sülhlə başla söhbətə. Sülh olmasa, hə, ondan sonra dediyi eləyərsən. Amma birinci sülh elə, sülh eləməyə çalış, sülhü yəni alındırmağa çalış. Kəyan taxt tacına deyir hörmət elə, yəni birdən-birə hörmətsizlik eləmə, bəlkə yola gəldi. Deməli deyir ki, hamının fikrini şah öyrənərək bildi sərkərdələr edəcək kömək. Doğrudur, doğrular sözünü tutaraq getdi. Ordu yetirməyə o gün əmr etdi. Tərpəndi əjdaha deməli heybət əsgərlər, başında əjdaha peykər İskəndər. Deməli İskəndər hamının sözünə qulaq asır, fikir verir və nəticədə bunları beynində cəmləşdirir, ordunu yığır, özü də deməli necə deyim, döyüş geyimini geyinir və hazırlaşır döyüş üçün ki, yəni elə olmadı, belə oldu. Görək nə olacaq. Deməli, indi deməli nə deyəcəkdim? İndi deməli nə deyəcəkdim? Harda qalmışdıq? Doğrudur, tamamən şah buyuranlar taxta çaldı. Bir saniyə.
Aha, deməli gəldim. Harda qalmışdıq? Dedik ki, bəs İskəndər də bundan razılaşır döyüş üçün, yəni İskəndər daha doğrusu Dara ilə qarşı-qarşıya çıxmaq üçün bir tədbir görür. Daranın İskəndərlə müharibəsi hissəsi başlayaq. Görək burada nə ediblər. Çin şahı səhərə nəfəs verərkən ümumiyyətlə bu hissəni Daranın İskəndərlə müharibəyə qoşun çıxarması hissəsini ümumiləşdirsək, yəni çox bir şey yoxdur. Hamısı dediyim kimi də əslində bir təhlil elədik. Yenə də ümumiləşdirsək bu hissələrdən çünki çox suallar düşür. Deməli belə deyə bilərəm ki, Daranın İskəndərlə müharibəyə qoşun çıxarması hissəsində. Deməli, padşahların nağıllarını bilən bir adam belə deyir ki, deməli, bir casus gəlib, yəni İskəndərə deyir ki, Daranın qoşunda hədsiz güclü və zirehli adamlar var. Amma deyir, sərxoşdur Daranın özü. Durduğu yerdə qafildir, yəni durduğu yerlərdə qafil qalır. Əgər qəfildən deyir, hücum eləsən, onun mülkündən çıxarar, qalib olarsan deyir. İskəndər də ona cavab verir ki, İskəndərə quldur. İskəndərə deyir, yəni quldur, İskəndər bir quldur kimi qafilə yanaşmaz da, yəni deyir, belə şey olmaz. Başqa bir casus da gəlir deyir ki, Daranın qoşununun sayı hesabı yoxdur. Yəni şah da cavab verir ki, yəni acıqlı bir canavar qoyunun çox olmasından qorxmaz, yəni hamısını parçalayır. İskəndər də belə bir cavab verir. Sonra da İskəndər əmr eləyir, Əfrəncədən, Misirdən, Rumdan, Rusdan deməli 600 min ordu yığılır. Hökmdar sonradan bir məclis qurur və deyir, düşmən çoxdur, əgər vuruşmasaq bizə kişi deməzlər. Əgər Daranı məğlub eləsəm, məni zalım adlandırarlar. Daranı mülkündən çıxarmağa qıymıram, kəyanlara da yamanlıq eləmək istəmirəm. Deyin görüm fikriniz nədir? Baş bilənlərdən məsləhət alır. Bilikli, təcrübəli başçılar şahı dinləyəndən sonra deyirlər ki, o qoca söyüddür. Qoca söyüd adlandırırlar Daranı. Sən isə gənc sənubərsən deyirlər İskəndərə. Söyüdlə sənubər bərabər olmaz. Deyir torpaqdan köhnə alağı, yəni Daranı, köhnə adət-ənənələri deməli təmizlə ki, yəni Daranın bu ayağını buradan kəs ki, bütün xalq Daradan boğaza yığılıb deyir. Belə bir düşməndən niyə ehtiyat eləyirsən deyir. Səni hər kəs alqışlayar, amma deyir sən yenə də Kəyan taxtına hörmət əlaməti olaraq müharibəyə birinci başlama. Yəni birinci sülhün tərəfdarı ol. Qoy birinci müharibəyə o başlasın ki, sən də zalım adlandırılma da. Yəni Kəyan adətinə hörmət eləmiş ol. İskəndər hamının fikrini öyrənir və bundan sonra orduya hərəkət əmri verir, döyüşə başlayırlar. Deməli, döyüşə başlayırlar. Bundan sonra gəlir İskəndərlə Daranın döyüş hissəsi. Burada da nələr baş verir? Baxaq. Deməli, Çin şahı səhərə nəfəs verərkən ulduzu günəşə dəyişdi ədən. Toqquşma yerinə yetişdi ordu, qaf kimi düz iki pərgərdə durdu. Yollara töküldü dəmirdən tikan, şeypurlar coşduqca qopdu həyəcan. Üz-üzə gəlirdi hər iki ordu, nə ürəkdə dinclik, nə gözdə duyğu. Hər iki tərəf də ordu qaynaşır, qaynaşma ayağa ələ dolaşır. Hətta saxlayın, bu hissədə yenə vurğulayım. Daranın ordusu İskəndərin ordusundan çox idi. Daranın ordusu 900 min idi. İskəndərin ordusu isə 600 min idi. Yaxşımı? Aha, yəni İskəndərin ordusu Daranın ordusundan daha az idi. Dara daha güclüydü yəni, amma yenə də İskəndər yəni çəkinmir. Döyüşə üz-üzə durdular döyüş yerində. Qaynaşma ayağa ələ dolaşır, üz-üzə durdular döyüş yerində. Döyüşə cəsarət yox heç birində. Yəni heç biri istəmirdi ki, ilk olaraq döyüşə başlasın. Çünki hər iki tərəfdə, yəni Dara tərəfdə, İskəndər tərəfdə bilirdi ki, yəni itkilər çox olacaq. Yəni birində 600 min, birində 900 min adam var. İtkilərin çox olacağını bilirlər. Çünki iki dənə böyük ordu qarşı-qarşıya gəlir. Ona görə heç biri ilk döyüşə başlamaq istəmirdi. Deməli, hamı düşünürdü, bəlkə sülh olsun, qılınclar qınında sakit otursun. Meydanı bürüdü qanlı vurhavur, döyüşdən igidlər getdikcə coşur. Sanki bir məhşərdir, yer, göy dağılır. Nəfəslər göydə bir buluddur güya, qılınc şöləsindən yanırdı dünya. Qılınc oynadırdı torpaqla, qanla, havanın dimağı dolurdu canla. İran tacidarı səhərdən durdu, sazladı olduqca mükəmməl ordu. Deməli,
Öncə sağ qanada bəzəklər açılı, əjdaha qılınclar ağzını açdı. Deməli, bu hissədə də biz nəyi görürük? Heç nə görürük ki, ordunun dəhşətindən, nə dərəcədə dəhşətli bir müharibə keçəcəyindən xəbər verilir burada. Deməli, Dara ilə İskəndər üz-üzə dayanır, şeypurlar çalınır, hər iki tərəfdə ordu qaynaşır. Döyüşə heç birində cəsarət yox idi. Hamı sülhün olacağına ümid eləyirdi, amma ürəklərdən şəfqət hissi silinmişdi və döyüş başlanır bundan sonra. Davul, şeypur təbillərin səsi dəhşət verirdi, hansı ki burada da vurğulayacağıq. Deməli, əjdaha harda qalmışdıq? Hə, sazladı olduqca mükəmməl ordu. Öncə sağ qanada bəzəklər saçdı. Deməli, sonra sol qolu nizama saldı. Sağ sol nizama salandan sonra döyüşə başlayırlar. Cəbhəyə Poladdan bir dağ ucaldı. O yanda Rum şahı qurdu ordunu. Sanki bal arısı şan etdi mumu. Silah istəyənə payladı silah. Kömək istəyənə payladı pənah. Sağ solu bəzədi qılınc və qalxan, necə ki canlanır çəmən buluddan. Dağ tək möhkəmlətdi önü arxanı, göydə səyyarə tək qurdu meydanı. Coşduqca fillərin sərxoş nərəsi, tıxandı ərlərin kəskin nəfəsi. Ordu mərkəzində Daranın qəlbi darıldı bir aslan ürəyi kimi. Deməli, Daranın qəlbi ordu mərkəzində bir aslan ürəyi kimi darılır. Yəni, o da narahat olurdu. Hər kəs ön arxanı möhkəmlədi, döyüşə başlayırlar. Rumların qədərsiz töküldü qanı, torpağa sərildi min pəhləvanı. Rumlardan da çox itki olur və Rumlar tərəfdən minlərlə pəhləvan torpağa sərilir, yəni ölür. Bu yanda qılıncla igid İskəndər qaldırdı dünyada qanlı bir məşhər. Hər iki əl qan tökər, çalışar durmaz. Hər əldə bir qılınc kəsərli almaz. Deməli, ağzından sanki bir aslan ot saçır. Aslan qarşısından madyanlar qaçır. Deməli, yenə ordunun dəhşəti, müharibənin dəhşəti burada təsvir olunur. Davul, şeypur təbillərinin səsi çalınır və müharibə başlayır. Sanki deyir, İsrafil surunu çaldı. İran hökmdarı Dara, yəni ordunu sağdan və soldan, mərkəzdən bir də nizama salır. Rum şahı İskəndər də öz ordusunu arı şanı kimi nizamlayır. Hər iki ordu hazırlanandan sonra çox qanlı bir döyüş başlayır. Torpaq qırmızı rəngə boyanır. Elə dəhşətli müharibə olur ki, ata oğulu, oğul atanı hətta tanımır. Burada da indi deyəcəyik. Aslan qarşısından madyanlar qaçır. Daraya dedilər, bu qızmış aslan çox adlı igidi saldı atından. Orduya əmr ver, dolaraq kinə, hər yandan yürüşə axsın üstünə. Bu fikri Darada gördü məsləhət. Ordular dəniz tək etsin hərəkət. Hamısı sel kimi bir səmtə axsın. İskəndər üstünə cilov buraxsın. Daranın əmri ilə oldu yer-yerdən. Qaynayıb irəli atıldı birdən. Cilovlar parladı edərkən həmlə, qılınca sarıldı iki əli ilə. İskəndər görüncə elə divanı, atdı düşmən kimi şərmi həyanı. Əmr etdi yerindən tərpənsin dəniz. Hər kəs öz canını tutmasın əziz. Düşmənin yolunu tutsun hər yandan. Keçirsin qılıncdan, verməsin aman. Qarınca cibin tək qaynadı meydan. Deməli, girdi bir-birinə hər iki cahan. İskəndər isə haman qorxulu anda bir kötük tək möhkəm durdu meydanda. Deməli, nə olur burada? Daraya deyirlər ki, deyir bu qızmış aslan, yəni qızmış aslan dedikdə İskəndər nəzərdə tutulur. Deyir, yəni çox şeydir də, çox güclüdür. Ordunu idarə edən budur. Gəl elə deyirlər bir dəfəlik bu İskəndərin üstünə ordunu yönəldək. O elə bir ki, getsə, qalanını da həll etmək asan olacaq da. Dara da bu fikrə qulaq verir, razılaşır və İskəndərin üzərinə bütün ordunu İskəndərin üzərinə salır. Yenə də İskəndər hər iki əli ilə qılınca tutunur, qılıncdan tutur və məğrur şəkildə yerində durur da, yəni qorxub qaçmır yenə də. Və hər iki cahan bir-birinə girir burada. İskəndərlə bağlı həmçinin burada onu da demək yadımdan çıxdı. İskəndərə deyəndə İskəndərlə bağlı Daranın adamları tərəfindən məlumat da verilir ki, bu deyir çox adamı İskəndərin igidliyindən danışır. Deyir çox adamı, çox pəhlivanı yerlə bir eləyib da. Deyir biz belə çətin onun ordusuna və ona qalib gələrik. Ən yaxşısı hamını onun üstünə göndərək. Bir dəfəlik onun işini həll eləyək, sonra bizim işimiz rahatlanar. Deməli, Dara da bu fikri bəyənir və İskəndərin üstünə ordu deməli
salır. Həmlədən deməli bir kötük tək möhkəm durdu meydanda. Həmlədən həmləyə keçirdi ordu. Su deyil, sanki qan içirdi ordu. Daranın iki baş sərdarı vardı. Daranın iki baş sərdarı vardı. İki dənə, yəni dostu var idi Daranın. Bu hissədən biraz danışım. Deməli İskəndər Dara bu fikri bəyənib İskəndərin üstünə hər yandan ordu yığır. İskəndər bunu görəndə əmr eləyir ki, heç kimə amran verilməsin. O meydanda mətin dayanır. Bir igid gəlir, İskəndəri möhkəm bir şəkildə yaralayır. Burada verilməyib, amma İskəndəri möhkəm bir şəkildə yaralayır. İskəndər hətta bu yaradan sarsılır, amma yenə də öz mövqeyindən geri çəkilmir. Bu elə bir hadisədən sonra o öz qolunun gücünü görüb elə bir o yaralı şahzadəni də o vurur, elə bir ki bir igid gəlir İskəndərin yaralayır. Həmin yaralıda İskəndər özü yaralayır və bir dəfəlik eləyir. Bu hadisədən sonra İskəndər daha da belə necə deyim, öz güvəni artır. Yəni yaralı belə olsa yerindən çəkilmir, geri çəkilmir. O öz qolunun gücünü görüb qələbəyə inamı artır və bütün gücünü toplayıb yenidən hücuma keçir. Gecə düşür və müharibə müvəqqəti olaraq dayanır. Burada hər iki tərəf gecə düşəndə çox yorulmuşlar. Hərə öz tərəfinə çəkilir və müharibəyə müəyyən qədər fasilə verilir. Hamı düşünürdü ki, görəsən səhər nə baş verəcək, necə olacaq? Səhəri iki ordu yenidən üz-üzə durur. Daranın kin və zülmündən bezən iki baş sərkərdəsi var idi burada. Hansı ki, Daranın burada yazmışam, kinindən yorulmuşdular. İki baş. Bir dəqiqə. Hara getdi? Aşağı düşüb buradaydı. Deməli Daranın kinindən yorulmuş iki nəfər onun sərkərdəsi var idi, adamı var idi, yaxın adamı var idi. Şahı öldürmək üçün əlbir olurlar. Kinlə birlikdə, kin ədavətlə oturub tədbir tökürlər ki, bəs biz onu öldürtməliyik. Gedib İskəndərə sığındı onlar. Gedirlər İskəndərin yanına və deyirlər İskəndərə ki, Daranın bizə çox etimadı var. Tək bizə inanır qoca tacıdar. Zülmündən yanaraq etmişik tədbir, öldürmək fikrində olmuşuq əlbir. Ancaq sən doğru qal bu şərtimizə, xəzinə ağzını geniş aç bizə. Hər birimizi sən varlandırasan, qulluğumuz üçün qılınc saçasan. Bu iki xainə Rumlu hökmran söz verdi, onlarla bağladı peyman. Deməli, Daranın iki yaxın dostu var idi ki, hansı ki, həmçinin Daranın sirdaşları idi, ona ən yaxın adamlar idi. Onlar Daraya deməli, belə deyim, tələ qururlar. İskəndərlə əlbir olurlar onlar. Çünki onlar özü də Daranın bu qan tökməklərindən, ədalətsizliyindən və deməli, onun necə deyim, yəni incimişdilər. Daranın kinindən yorulmuşdular. Ortada bir ürək incikliyi var deyir. Daranın kinindən yorulmuşdular. Ortada bir ürək incikliyi var. Daradan incimişdilər. O kini sevmirdilər, bezmişdilər ürək. İskəndərə gedib deyirlər ki, biz onu öldürəcəyik, amma sənə bir şərtimiz var. İskəndərin qarşısına şərt qoyurlar ki, amma deyirsən, nə etməlisən? Bizə xəzinəvin ağzını geniş açmalısan. Yəni bizi pulla maddi cəhətdən təmin eləməlisən. Bunun üçün deyir bizə söz ver. Biz də deyir onu öldürək deyir. Biz onun işini həll eləyəcəyik. Narahat olma İskəndəri əmin salırlar. Bu iki xainə Rumlu hökmran söz verdi. Onlarla bağladı peyman. Deməli İskəndər bu iki Rumlu hökmran bu iki nəfərlə, Saranın bu iki yaxın casusu ilə sərdarı ilə, yəni sərkərdəsi ilə peyman bağlayır. Lakin o inanmadı. İnanmadı buna İskəndər. Amma İskəndər inanmır ki, bunlar Daranı öldürə bilərlər də. Yəni inanmır bu söhbətə. Daranı öldürə bilsin xainlər. Ancaq düşmənindən qurtulmaq üçün hər kəs üçün çarə aramaq mümkün. Bu zülmə ədalət gördü hökmran, gəldi xatirinə köhnə bir dastan, dovşanlı hər yerin məsəl var. Yenə də o yerin tazısı tutar. Deməli, İskəndər belə bir qərara gəlir ki, inanmır da bunların Daranı öldürə biləcəyinə də. Yəni mən öldürməmişəm, siz necə öldürəcəksiniz? Amma yenə də başqa bir çarə yox idi deyə onlarla razılaşır və deyir ki, yəni hər kəsdən əlac umurdu da. Və deyir ki, yaxşı elə olsun, öldürərsiniz. Yəni razılaşır, xəzinə məsələsinə pul, maddiyyat cəhətdən razılaşır və nəticədə Daranın xainləri ilə peyman bağlayır. Yəni onlara söz verir. Bundan sonra İskəndərin ağlına
belə bir şey gəlir ki, deyir, bu yəni ədalətsizlikdir bir tərəfdən fikirləşir, bir tərəfdən də fikirləşir ki, amma deyir bu ədalətlidir dayda, bu daha da yaxşıdır. Bu zülmü ədalət gördü hökmran. Daranın öldürülməsinə, yaxınları tərəfindən öldürülməsini böyük hökmran İskəndər deməli ədalət olaraq görür. Deyir ki, yəni elə ən uyğunu belə idi də, yəni o kin necə deyim, problemlər yaradır ölkələrdə. Onun üçün də ən uyğun ölüm budur. Gəldi xatirinə köhnə bir dastan. İskəndərin ağlına köhnə bir məsəl gəlir. Dovşanlı hər yerin, yenə də o yerin tazısı tutar. Deyir, tazısı tutar nədir? Yəni hər yerin dovşanlı həmin yerin tazısı, yəni tülküsü belə deyim tutar. Yəni hər meşənin dovşanlı o meşənin tülküsü tutar da. Yəni nə edir adama? Elə özünkü eləyir bir növ belə deyir İskəndər. Bu hissəni də ümumiləşdirsək, yəni İskəndərlə Dara arasında olan müharibəni də ümumiləşdirsək, deyə bilərəm ki, dediyim kimi Dara ilə İskəndərin ordusu üz-üzə dayanır, şeypurlar çalınır, hər iki tərəfdə ordular qaynaşır, amma heç biri ilk başlamaq üçün cəsarət göstərmir. İskəndərin ordusu Daranın ordusundan az idi. Darada 900 min, İskəndərdə 600 min ordu var idi. İskəndərin ordusu Rumdan, Rusdan, Əfrəncədən, bir də Misirdən yığılmışdı. Daranın da ümumilikdə 9000 qoşunu ordusu var idi və bunun üzərinə hücum eləyir. Nəticə etibarilə deməli başlayır müharibə və görürlər ki, çox qan tökülür. Həm hər iki tərəfdən, həm İskəndər, həm Dara tərəfdən çox qanlar gedir. Nəticədə Dara tərəfdən bir casus Daraya deyir ki, bəs bu hökmdan, yəni İskəndər deyir çox güclüdür, çox igidləri, çox pəhləvanları, yəni yarımçıq qoyub da. Ən yaxşısı belə olar ki, biz deyir elə birbaşa İskəndərin öz üstünə hücum eləyək, qoşunu ilə əlləşməyək, öz üstünə hücum eləyək. İskəndər olsa, onsuz da deyir qoşun başsız qalacaq. Yəni biz onları rahat məğlub eləyəcəyik. Daranın da bu fikir xoşuna gəlir, məntiqli gəlir Daraya və birbaşa İskəndərin üstünə hücuma yönəldirlər qoşunu. Hamısı İskəndərin üstünə gəlir. İskəndər döyüşür, vuruşur, hər yeri sellər kimi qanlar aparır. Hər yerdə başlar, nə bilim, hamı fəryad eləyir, hamı sülh olmağını istəyir. Nəticə etibarilə İskəndər də həmçinin əmr verir ki, yəni heç kimə acımasınlar da. Döyüşdə kim gəldi öldürsünlər öz qoşununa əmr eləyir. Nəticədə Dara tərəfdən bir deməli adam İskəndəri yaralayır. İskəndər yaralanır və bu yaradan çox sarsılır, lakin yenə də yıxılmır, yılmır və qayıdır həmin əskəri özü yaralayır və öldürür. Bir qılınc zərbəsi ilə hətta. Bundan sonra İskəndər bu hadisədən daha da ilhamlanır ki, yəni inanır da, qələbəyə inanır, qolunun gücünə inanır ki, yəni yaralı belə olsa bir insanı, yəni onu yaralayan insanı, pəhləvanı öldürdü. Daha da özünə inanma, özgüvəni artır və davam eləyir döyüşə. Nəticədə axşam düşür və hər iki tərəf yorulur. Bir müddət deməli kənara çəkilirlər. Bundan sonra səhəri gün, səhər açılan kimi Dara tərəfdən 2 nəfər Daradan küsmüş, incimiş, Daranın kinindən bezmiş sərkərdələri, yaxın Daranın dostları bir növ, onun sirdaşları gəlir İskəndərin yanına və deyir ki, biz ondan bezmişik, biz onu öldürmək qərarına gəlmişik, amma deyir sənə köməklik eləyəcəyik bu mövzuda. Amma deyir sən xəzinəvin bir şərtlə ki, amma deyir sən xəzinəvin ağzını bizə geniş açacaqsan və bizə bolca pul verəcəksən. Nə qədər istəsək maddi cəhətdən bizi təmin eləyəcəksən. Biz də deyir Daranı öldürəcəyik. Bu bizim üçün çətin iş deyil. İskəndər bundan razılaşır, onlarla peyman bağlayır, amma əslində heç inanmır da. Yəni deyir ki, mən boyda İskəndər belə bir növ bu Daranı öldürməyi bacarmamışamsa, bunları necə öldürəcəklər? Yəni inanmır Daranın hiyləgərliyindən, kinindən inanmır ki, yəni kimsə onu öldürə bilər. Amma nəticə etibarilə həmin bu 2 nəfər, yadınızda saxlayın, Daranı öldürürlər və ölkə də Daranın zülmündən azad olur. Nəticədə İskəndərlə Dara deməli arasında olan müharibə burada yekunlaşır. Dara öz adamları tərəfindən öldürülmüş olur. Sonra gəlirik Daranın, daha doğrusu İskəndərin Nüşabə ilə görüşməsi, Bərdəyə gəlmək hissəsi. Ondan sonra bizdə gələcək İskəndərin peyğəmbərliyə yetişməsi, peyğəmbərlik səfərinə çıxarması, Yəcüc səddini bağlaması, bir də vəsiyyət və anasına məktub yazması hissələrdir. Onsuz da qısadır. Əsas bizə ümumiləşdirilməsini dedim hər şeyi, hə. Ümumiyyətlə başdan ümumiləşdirəsi olsaq, məsəl üçün dastanın xülasəsini ümumiləşdirəsi olsaq, belə deyə bilərəm ki, dastanın xülasəsində nədən bəhs olunur? Tarixdən
deməli maraq oyadan, ən doğru sözləri seçərək bu Şux dastanı yazmağa başladığını deyir yazıçı Nizami. İskəndər haqqında heç bir yerdə, heç bir əsərdə, heç bir yerdə yazılan məlumat görmədiyini deyir. Yəhudi, Nəsrani, yəni Yəhudilərdən, Nəsranilərdən, Xristianlardan, Pəhləvilərdən, yəni farslardan, bu mənbələrdən, müxtəlif dillərdən ən incə sözləri seçir və bir əsər yaradır. Əgər deyir mən İskəndərin Fatihlik tarixini yazmaq istəsəydim, şeirimin bəzəkli donunu ataraq onu bir vərəqlə yazıb bitirərdim deyir. Ancaq deyir onun fatihliyindən, yəni tarixdəki İskəndərdən danışsaydım, onu deyir bir vərəq yazmaqla bitirə bilərdim şeirimi. Amma deyir mən belə eləmədim. Yəni deyir ki, mən bu belə deyim də, əsəri yazmaqda tarixə yanaşmaq istəməmişəm. Sırf tarixi hadisədən danışmaq istəməmişəm. Daha dərin problemlərə toxunmaq, yüksək mənəvi, dini dəyərlərə söykənən ədalətli cəmiyyət, kamil hökmdar fenomeni yaratmaq istəyirəm. Yəni bu məqsədlə yazdığını vurğulayır əsəri, yadınızda saxlayın. Harda? Dastanın xülasəsi hissəsində. Dastanın başlanğıcı hissəsinə isə keçəsi olsaq, burada isə vurğulayır ki, burada isə deməli vurğulayır ki, nə deyir? Deyir ki, Rum ölkəsinin Feyləqus adında bir hökmdarı var idi və bu Feyləqus adında hökmdarı Rum və Rus deməli tabe idi, itaət eləyirdi. Onun məskəni, yəni yaşadığı yer Yunanistan, əsl doğma yurdu, vətəni isə Makedoniya idi. Ulu babası bin İshaq idi. Zülmün boğazını elə sıxmışdı ki, yəni o qədər ədalətli idi ki, o qədər zülmə qarşı idi ki, o qədər ədaləti bərqərar eləmişdi ki, qurd da yəni qoyuna dəyməz də, qurdu qoyunun baldırından asardı deyir, belə deyir. Sonra deyir ki, İran hökmdarı Darada bu Feyləqusun həsədindən ona bir elçi göndərib çoxlu xərac tələb eləyir ondan ki, bəlkə onun gücünü azaltsın, bəlkə deyir bir şey eləyə bilər də, yəni həsəd çəkirdi ona, bəlkə onu zəiflədə bilsin deyə Dara belə bir yola əl atır. Amma bu ağıllı idi Feyləqus, ağıllı bir hökmdar idi Feyləqus və xalqını müharibədən qurtarmaq üçün xərac, bəxşiş verməyə razı olur və Daranı bundan susturur. Dara düşmənlik yoluna bir müddətlik çəkilir. İllər sonra İskəndər fətə başlayanda Darada nə dövlət, nə də ki dövran qoyur. İskəndər deməli bu atasının yerinə keçəndə nə dövlət, nə də ki deməli unutdum, nə deyirdim? Nə dövlət, nə də ki dövran qoyur Darada. Və bir dehqan bizə deyir nağıl eləyir ki, yəni qoca bir adam bizə bəhs eləyir ki, Rum şahı Feyləqus sarayda yaşayan bir gözələ aşiq olub və 9 ay keçəndə ananın bətnində uşaq tərpənəndə şahlara, münəccimlərə əmr eləyir ki, ulduzlara baxıb uşağın yəni taleyindən xəbər versinlər. Bilikli bir münəccim də ulduzlara baxıb şahın taleyini çox parlaq gördüyünü deyir. Xoş fal ilə dünyaya gəlir İskəndər və İskəndər böyük bir qayğı ilə, yəni əl içində tutularaq böyüdülür. Bunu həmçinin Qeys obrazına da Leyli Məcnunda aid eləyə bilərik. Meydan axtarmaq üçün beşikdən yəhərə atılır. Dayədən ox və kaman istəyir, yəni qeyri-adi bir uşaqlıq keçirir İskəndər. Böyüyüb qılınc vurmağı, aslanlara qarşı durmağı öyrənir. At minməkdən, igidlikdən zövq alanda şəhriyarlıq, şahlıq dalınca düşməyə başlayır. Ondan sonra gəlir İskəndərin təlim alması hissəsi. Hansı ki bu hissədə də deyə bilərəm ki, deməli yenə bəhs olunur burada. Bir dehqan keçmişi nəql eləyir ki, hökmdar Feyləqus üçün ən böyük dövlət ağıllı övladı idi. Bu məqsədlə İskəndəri dövrün böyük alimi Niqumaşa tapşırır və alim oğlu Ərəstu ilə bir yerdə, Ərəstu da bildiyimiz Aristoteldir ki, buna biz Ərəstu deyirik. Ərəstu ilə bir yerdə deməli İskəndəri oxutmağa başlayır və ona dərin hikmət, təlim, tərbiyə, hünər öyrədir, nəzakət dərsi verir həmçinin. Bu İskəndər də illərlə çalışır və yüksək zəkaya, elmə malik bir insan olur. Hətta gözü elmindən, biliyindən başqa heç nəyi görmürdü. Ağlı fikri ancaq təlim tərbiyəsində idi.
Ərəstu ilə qardaş kimi olurlar və bütün bilikləri qazanır İskəndər Ərəstunun da köməyi ilə müəyyən qədər. Niqumaş İskəndərin böyük hökmdar olacağından əmin idi, bunu bilirdi. Buna görə də Ərəstunun oğlunu İskəndərə tapşırır və deyir: "Sən mənim dünyaya hökm edən padşah, deyirsən, bütün dünyaya hökm edən bir padşah olanda Ərəstunu özünə ən yaxın məsləhətçi kimi vəzir elə, gözünü ondan çəkmə" deyir. "Haqqıma, sözümə hörmət göstər. Onunla məşvərət eləmədən qərara gəlmə, yəni bir qərar vermə, bir işə başlama. Qızıla, gümüşə aludə olma, maddi şeylərə maraq göstərmə. Səndə dövlət, onda isə, yəni Ərəstuda isə ağıl olduğunu, hünər olduğunu bildirir. Ağla, dövlət deyir, ağılla dövlət bir çəkiyə girsə, qüdrətin, yəni sənin necə deyim, möhkəmliyin yenilməz də. Padşahlıqdan düşməzsən." İskəndər ona söz verir və deyir: "Hər əmrin mənə qəbuldur. Tacım taxtımla deyir padşah olsam, Ərəstu vəzirim olacaq. Billah, yəni billah eləyir ki ona, Ərəstu deyir mənim vəzirim olacaq. Söz verirəm, əgər padşah olsam, özümü vəzir seçəcəm. Onun hər əmrinə bağlaram kəmər deyir. Onun hər əmrinə kəmər bağlayacağam. Yəni nə deyirsə onu eləyəcəm." Niqumaş gəlib deməli Niqumaş ölür. Niqumaş öləndən sonra deməli hətta burada bir hissə də var. O elə bir ki burada deyəsən verilməyib. Bir hissə var burada. Burada Niqumaş bir həndəsi necə qalib və məğlubu müəyyən edən həndəsi bir hərflərdən bir şəkil çəkib İskəndərə verir və deyir ki, sənə bir qəza üz versə, yəni bir kimləsə düşmənlə üz-üzə gəlsən, bu şəklin hikmətindən yararlan. İskəndər şəkli ehtiramla alır və hər zaman ondan faydalanır. Həmişə də adı zəfərdə çıxırdı. Niqumaş buna belə bir şəkil verir və deyir ki, bunu belə çevir deyir, əgər ortaya sənin adın düşsə, sən qalib olacaqsan. Ortaya deməli düşmənin adı düşsə, deyir, bir tərəfə düşmənin adını yazsan, bir tərəfə öz adını yaz. Ortaya sənin adın düşsə, sən qalib olacaqsan. O düşmənin adı düşsə, düşmən qalib olacaq. Belə bir həndəsi fiqur verir İskəndərə. İskəndər də bunu götürür, ehtiramla saxlayır və haçan ki düşmənlə üzə gəlməmişdən qabaq bura öz adını və düşmənin adını yazırdı. Hər zaman öz adı dairənin içində çıxırdı və hər zaman yəni özü qalib olacağından xəbər alırdı bu həndəsi fiqur sayəsində. Deməli bundan sonra nə deyə bilərik? Bundan sonra məsəl üçün deyə bilərəm ki, Feyləqus ölür, bundan sonra dünyasını dəyişir və İskəndər taxt taca sahib olur. Belə, yəni qalanlarını da onsuz da dedik. Bu cür. Nüşabələndə gələn dəfə davam edəcəm.